Murad bəy, birinci ondan başlayaq ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı hazırda irəliləyiş olduğu deyilir. Yəni, təhlükəsizlik zəmanətləri aspektindən artıq prosesin yekunlaşacağı vurğulanır. Bir tərəfdən də Oreşnik raketi ilə Ukrayna əraziləri vurulur. Bu da əslində bir NATO-ya mesaj kimi qəbul olunur. İlk istiqamətimizi istəyərdim bu yöndə danışaq, daha sonra isə digər aktual məsələlərdə toxunaq. Paris danışıqlarda elan olunmuşdu ki, bir hissəsi xüsusi olaraq Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik zəmanəti ilə bağlı olan danışıqlar hələ ki davam eləyəcək və bugünkü günə qədər də bu davam olunur. Ona görə ki, Ukrayna tərəfi əvvəlki dövrlərdə kimi Minsk 1, Minsk 2 və yaxud Budapeştə bağlanan sazişlə verilən təhlükəsizlik şərtlərini razılaşmır və ciddi şəkildə təhlükəsizliklə bağlı zəmanətlər istəyir. Və bu danışıqlar gedir və çox güman ki, burada şərtlərdən biri odur ki, bu Amerika Birləşmiş Ştatlarının əgər Rusiya tərəfi gələcəkdə sülh müqaviləsi olsa, sülhü pozsa, yenidən hücum eləsə, Amerika Birləşmiş Ştatları burada hansısa bu ya və digər formada iştirak eləməlidir. Ona görə ki, ancaq və ancaq Amerika Birləşmiş Ştatlarının hərbi potensialı birbaşa olaraq iştiraki bu zəmanəti verə bilər. Və bunun da hüquqi cəhətdən təsdiq eləmək üçün Ukrayna tərəfi şərtlərin içində bir neçəsi var. O cümlədən hər iki tərəfin, istər Amerika Birləşmiş Ştatlarının, istər Ukraynanın qanunvericilik orqanı, yəni ABŞ-ın Konqresi, Senatı tərəfindən təsdiq olunmalıdır bu öhdəliklər. Ki, gələcəkdə prezidentlər dəyişiləndən sonra, hakimiyyətlər dəyişiləndən sonra və bu Budapeştə bağlanan sazişlə bağlı olaraq ki, olmasın. Və çox güman ki, bu çox geniş bir məsələdir və bu danışıqlarla davam edəcək. Amma əsas bu deyil. Əsas ondan ibarətdir ki, bu hamısı sülh müqaviləsi imzalanandan sonra, müharibə dayanandan sonra həyata keçiriləcək addımlardır. Burada bir məsələ də var. Ukraynaya yardımlarla, Ukraynanın bərpası ilə bağlı birgə Avropa, Ukrayna, Amerika Birləşmiş Ştatları birliyi yaradılması, onun həyata keçirdiyi planlarla və s. Amma əsas odur ki, Rusiya tərəfi müharibəni dayandıracaq və dayandırmayacaq. Bu ilə bağlı Ukrayna tərəfi də tələb edir ki, təzyiqlər artırılmalıdır və müəyyən təzyiqlər doğrudan da artırılır. Burada qeyd etmək lazımdır ki, Rusiya tərəfinə artıq biz görürük ki, bir çox kölgə tankerlərinə qarşı Amerika Birləşmiş Ştatları çox ciddi addımlar atır. Bu çox ciddi təsir elementidir Rusiya üçün. Bu bir. İkincisi biz görürük ki, Böyük Britaniya artıq Ukraynaya balistik raketlərin istehsalı üçün lazım olan avadanlığı və s. texniki dəstəyi verməyə hazırdır. Bunlar hamısı Rusiya tərəfinə olan təzyiqlərdir. Murad bəy, elə Zelenski də yeri gəlmişkən, Rusiya ilə bağlı danışarkən son günlərin gündəmi olan Venezuela və İran məsələsinə diqqət yetirir və İranla bağlı söz açarkən o həm də deyir ki, bu rejim dəyişməlidir. Çünki zamanında Rusiyaya çox dəstək veriblər və bir növ Ukraynadakı insanların öldürülməsinə vəsilə olublar. Onların puaları, dəstəyi nəticəsində. Zelenskinin açıqlamasını istərdim digər yöndə də izləyək, daha sonra sizinlə müzakirəmizi aparaq. Əgər Rusiya real sülhə doğru irəliləməkdən imtina edirsə, bütün bunları artıq indi öz üzərində sınamağa başlamalıdır. Xüsusilə də ona görə ki, Rusiyanın əlbir olduğu ölkələrin dairəsi getdikcə daralır. İranda hazırda baş verənlər geniş miqyaslı etirazlar əslində Rusiyanın vəziyyətinin heç də asan olmayacağının açıq göstəricisidir. Vicdanlı hər kəs İran xalqının Ukraynada daxil olmaqla bir sıra ölkələrə ciddi zərər vuran mövcud hökumətdən azad olmasını arzulayır. Beynəlxalq təşkilatlar Tehranın bugünkü vəziyyətinə görə məsuliyyət daşıyanların aradan qaldırılmasında xalqa yardım etməlidir. Murad bəy, Zelenski deyir ki, Rusiyanın artıq tərəfdaşları, özünə dost bildiyi ölkələrin çəmbəri daralır. Yəni, bir tərəfdən Venezuelaya qarşı addım atılaraq Rusiyanın əl qolunu bağladılar. İndi İranla bağlı gərgin məsələlər gedir və bu yöndə həqiqətən də Rusiyanın deyək ki, məhdudlaşdırılması mümkün olacaqmı? Yəni, Venezuela, İran və ard-arda biz misal üçün Suriyada da bunu nümunə olaraq götürə bilərik. Nə baş verəcək bəs? Şübhəsiz, əlbəttə ki, bu Rusiyaya təsir eləyir. Birinci Venezuela'nı götürür. Venezuela daima olaraq Rusiyanı və Rusiyanın müttəfiqlərini ucuz neftlə təmin eləyirdi, lazım olan vaxtda kreditlər verirdi. Hətta bu günləri araşdırmalarda məlum olub ki, Venezuela Hezbollah'a da köməkliklər eləyirdi və s.
Bunlar hamısı Rusiyanın hərbi iqtisadi potensialına təsir göstərir. İrana gələndə İran isə birbaşa olaraq Rusiyanın hərbi sənaye kompleksinə çox ciddi dəstək vermişdi. Bu günləri Rusiya-Ukrayna müharibəsində xüsusi olaraq Ukrayna üçün ən çox əziyyət verən bir üsul bu dronların zərbələridir və bu dronların istehsalı, kütləvi şəkildə istehsalı oluna ümumiyyətlə böyük sayda dronlarla təmin olunmasının Rusiyada əsas rolu İran həyata keçirdi. Və bugünkü İranda olan vəziyyət artıq Ukrayna tərəfinə müsbət təsir göstərir ki, artıq həmən o əvvəlki dəstək Rusiya olmayacaq və rejim dəyişilsə, ümumiyyətlə Rusiya itirəcək çox böyük, ciddi İran tərəfindən olan bax bu imkanları. Və Murad bəy, elə Zelenski də deyir ki, beynəlxalq təşkilatlar, ölkələr əslində xalqa dəstək verməlidirlər ki, Tehrandakı rejim dəyişsin və indi bütün diqqətlər yönəlib Amerika Birləşmiş Ştatlarına. Amerika Birləşmiş Ştatları İranı vuracaq ya yox sualı ətrafında müzakirə gedir. Bir qism deyir ki, vurmayacaq, çünki etirazçılar hakimiyyətin tərəfinə keçə bilər. Yəni bu baxımdan ki, hesab eləyə bilərlər ki, xarici düşmənə qarşı birləşmək lazımdır. Bir qism də deyir ki, əksinə onlar reaksiya gözləyirlər, Amerika Birləşmiş Ştatlarından dəstək gözləyirlər. Əks halda onların vəziyyəti çətin ola bilər. Yəni həmin o etirazçılara divan tutula bilər. Siz necə hesab edirsiniz? Aydın məsələdir ki, bu günləri İranda baş verən etirazlara kənardan müdaxilə olmasa, bu etirazda çox güman ki, heç bir nəticə verməyəcək və rejimin əlində olan hərbi qüvvə vasitəsilə həmən o etirazlar yatırılacaq. Və əsas məsələ burada ABŞ-ın xüsusi olaraq və İsrailin müdaxiləsindən gedir. Müdaxilə nədən ibarətdir? Burada hansısa bir quru qoşunların əməliyyatı həyata keçirməkdən söhbət getmir. Bu, İran ərazisində lazım olan nöqtələrə zərbələr endirilməsindən söhbət gedir və çox güman ki, bu zərbələr müxtəlif planlar müzakirə olunur. Əsas o, çox güman ki, rejimin əsas fiqurların iqamətgahları, deməli, İslam Keşikçilər Korpusunun iqamətgahları, ola bilsin ki, o basic qruplarının iqamətgahları, sonra ola bilsin İranın televiziyası. Yəni birbaşa deyirsiniz, Xameneyinin iqamətgahı mı vurulacaq? Mütləq. Bəs birinci dəfə niyə onu, əgər bu qədər... Ona qayıdacağım. Bunlar nəzərdə tutulub və siz sual verirsiniz, birinci dəfə niyə vurmadı? Birinci dəfə bu əməliyyatlar həyata keçiriləndə, məsəl üçün, əgər yadınıza salın ki, Trump da çıxış elədi ki, bizdə belə bir imkan var idi, biz onun yerini də bilirdik. Biz onu öldürə də bilərdik, biz bunu eləmədik. Amma bu pragmatik bir addım idi. Ona görə ki, onu o vaxtı eləsəydilər, sadəcə olaraq rejimi dəyişə bilməyəcəkdilər. Onun müavini o yeri tutacaqdı. Amma bu günləri artıq etirazlar var, ciddi etirazlar var. Belə bir addım müsbət təsir göstərə bilər ki, o etirazçıların imkanları genişlənsin. O ki, qalıb sizin sualınıza ABŞ zərbə indirəcək, endirməyəcək. Əlbəttə ki, biz burada fala baxıb demirik, gəlin biraz təhlil eləyək vəziyyəti. Baxın, görün, Amerika Birləşmiş Ştatları prezidentindən son 3-4 gündə hansı bəyanatlar eləyə gəlir. Və Amerika Birləşmiş Ştatları prezidentinin tam nəzarəti altında olan Fox News televiziyası səhərdən axşamacan bu təbliğat aparır ki, Amerika Birləşmiş Ştatları prezidenti etirazçıların yanındadır. O imkan verməyəcək ki, bugünkü rejim etirazçıları öldürsün və s. Etirazçıları öldürsə, onlara qarşı zərbələr endirəcək. Bu təbliğatı artıq Trump özü aparır. Və bu təbliğatın nəticəsi olaraq bu zərbəni endirilməlidir. Əks halda bunu eləməsə, etirazçılara qarşı rejim tərəfindən həyata keçirilən repressiyaların nəticələri çox pis olacaq və bu nəticələr birbaşa olaraq Trumpın siyasi fəaliyyətinin təsiri olacaq və Trumpın gələcək siyasi imici ilə bağlanacaq. Və bu il biz bilirik ki, Amerika Birləşmiş Ştatlarında Konqresdə, Senatda seçkilər olacaq. Və çox güman ki, Amerika Birləşmiş Ştatlarının prezidenti öz imicinin üstündə işləyir. Məsələn, Venezuela ilə bağlı özünə bir qələbə imicini əldə edə bilib daxildə, güclü bir lideri. İndi İranla bağlı bu tədbirləri görməsə, o tamamilə olaraq bu imici itirəcək və özü üçün ciddi siyasi zərbə alacaq. Bu baxımdan mən düşünürəm ki, ardıcıl olaraq, məntiqi nəticəsi olaraq bu proseslərin bu zərbələr endirilməlidir. Ona görə ki, həmçinin də Trumpa yaxın olan konqresmenlər, senatla, Lindsey Graham səhərdən axşamacan müraciətlər eləyir Trumpa ki, siz vurmalısınız,
xatırlayırsınız. Lindsey Graham Trump'ın yanında dayanıb samolyotda yanbayan bu fikirləri söyləyirdi. Yəni bu Trump'dan aldığı razılıqlardır. Və yaxud İran şahın oğlu Reza Pəhləvinin bəyanatları, bu da hamısı razılaşdırılmış bəyanatdır. Elə bil ki, ictimai fikri hazırlayırlar bu prosesə. Pəhləvi də deyirsə Amerika Birləşmiş Ştatlarla razılaşdırıb danışır. Birbaşa olaraq, birincisi Pəhləvi Amerika Birləşmiş Ştatları yaşayır, onların təsir altındadır və bütün bu prosesləri, onun çıxışlarında da biz görürük ki, burada müəyyən koordinasiya gedir. Və Pəhləvi, ümumiyyətlə Pəhləvilər nəsli hər zaman İranda Amerika Birləşmiş Ştatlarının və xüsusi olaraq Böyük Britaniyanın maraqlarını həyata keçirən oldu. Elə o zaman da Murad bəy deyirdilər ki, digər ölkələrin maraqlarına uyğun davranır, nəinki ölkədəki xalqın öz maraqlarına. Gəlin o tarixi də danışaq, tamaşaçılar maraqlı olar. Pəhləvilərin o bugünkü Rizanın babası Riza Pəhləvi 1925-ci ildə baş nazir seçiləndən sonra hakimiyyəti həmən ona Əhməd Qacar, Azərbaycanlılar vermişlər. Hakimiyyəti devrələndən sonra hakimiyyətə gəldi və Qərb maraqlarını həyata başladı keçirtməyə, yəni Qərb neft şirkətlərinin maraqlarını. Bu məsələlər, amma 2-ci Dünya müharibəsindən sonra artıq onun oğlu idi Məhəmməd Rza. Bu zaman İran hökuməti neft sahəsində olan müəssisələri milliləşdirdi. Bundan sonra Böyük Britaniyanın əsas şirkətləri idi orada. Onlar ona qarşı başladılar çevriliş planı hazırlamağa. Baş nazir Masaddiq idi. Və o zaman şah qaçmışdı. Və Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları çevrilişi eləyəndən sonra Masaddiq baş naziri vəzifədən uzaqlaşdırandan sonra yenidən o Məhəmməd Rzanı qaytardılar hakimiyyətə və Məhəmməd Rza qaytaran kimi yenə də həmən o neft şirkətlərinin şərait yaratdılar üçün və o zaman maraqlı bir şey dedim, tamaşaçılar üçün maraqlı olar. Məhz British Petroleum şirkəti o zaman yarandı. Ondan əvvəl belə bir şirkət yox idi. Var idi Amerika, İngiltərə, İran şirkəti adlandırıldı. Amma bizim üçün məlum olan bugünkü British Petroleum məhz İranda o zaman 50-ci illərdə yarandı. Və o zaman da şah gələndə həmən o şirkətlərin siyasətini, maraqlarını həyata keçirdirdi. Bu günləri də bilirsiniz ki, həmən o şirkətlər, xüsusi olaraq British Petroleum dəfələrlə beynəlxalq məhkəməyə vermişdir İran dövlətini və s. Çox güman ki, o bu günlərdə hakimiyyətə gətirilməsini bu qüvvələr həyata keçirdi, xüsusi olaraq İsrail də əlavə olaraq və gələn kimi də böyük neft şirkətlərin maraqlarını həyata keçirdən siyasəti aparacaq. Bu aydın məsələdir. Biz bilirik ki, uçuşlar da ləğv olunub. Murad bəy, bir sıra ölkələr öz vətəndaşlarına çağırışlar da ediblər ki, ya ölkəni tərk edin, ya elə yerlərdə dayanın ki, hansı bir təhlükə yaşanmasın. Bu fonda da Amerika Birləşmiş Ştatlarının İrana hücum edəcəyi ilə bağlı fikirlər sanki biraz da güclənir. Yəni, əgər uçuşlar təxirə salınırsa, Rusiya-Ukrayna cəbhəsində müharibə var. Hər gün səmada dronlar uçur, amma digər tərəfdən də xalça əməliyyatı ilə bunu deyək ki, hansısa formada tənzimləyirlər və yəni o ölkələrə də uçuşlar həyata keçirilir Rusiyaya bugün. Amma Tehranla bağlı şirkətlər xüsusilə də bu qədər xərcdən çəkinərək, bu qədər gəlirdən daha doğrusu çəkinərək öz uçuşlarını təxirə salırlar. Sizcə hər hansı bir məlumat mı daxil olur, yoxsa sadəcə informasiya axını nəzərə alınır? Şübhəsiz ki, birdən-birə bir neçə şirkətlərin bu cür addım atmağı, məsəl üçün Azərbaycan hava yolları, Ermənistan hava yolları, məşhur Alman aviakompaniyası Lufthansa və s. bunlar hamısı İrana uçuşlarını dayandırıblar. Hətta Lufthansa'nın əməkdaşları bildirib ki, yanvarın 20-sinə qədər dayandırılır. Birdən-birə bunların uçuşların dayandırılması bu sadəcə bir məsələ deyil. Siz düzgün qeyd elədiniz ki, onlar milyonlarla itkilər üzləşirlər bu sahədə. Çox güman ki, onlar artıq məlumatlar alıblar ki, istənilən vaxtda orada hansısa bir əməliyyatlar başlanıla bilər və bu əməliyyatlar kütləvi şəkildə ola bilər. Siz düz qeyd elədiniz. Məsəl üçün, Rusiya-Ukrayna müharibəsində biz görürük ki, Rusiya dəfələrlə bu dronlar hücum olur, amma təyyarlar uçurlar da. Müxtəlif ərazilərdə həmən o xalça əməliyyatları keçirilir. Amma İranla bağlı artıq bütün ərazi üzrə bu cür tədbirlər görülür. Bu da əlavə bir elementdir ki, göstərir ki, doğrudan da İranla bağlı istənilən vaxtda bu hücumlar baş verə bilər. Bir məsələdə toxunum. Bu günləri Dövlət Departamentinin bəyanatı çıxdı ki, Amerika Birləşmiş Ştatlarının istənilən vətəndaşını təcili İranı tərk eləmək, Azərbaycan və Türkiyə vasitəsilə İrandan çıxmaq məsləhət görülür. Bu çox güman ki, həmən o əməliyyata hazırlıqdan xəbər verir.
Əgər doğrudan da bir əməliyyat varsa və bu icra olunacaqsa, artıq planlar qurulursa, Murad bəy, sizcə hansı aralıqda bu baş verə bilər? Yəni, yanvarın deyək ki, ikinci 10 günlüyündə, yoxsa üçüncü 10 günlüyündə təxminlərinizi sadəcə soruşuram. Amerika Birləşmiş Ştatlarının qərarlarını heç kim bilmir. Heç 12 günlük müharibəni də təxmin edir. Və Donald Trump'ın belə bir xüsusiyyəti var. O, alladıcı manevrlər hər zaman eləyir. Keçən zəfər yadınızdadsa, İrana zərbələr endirən vaxtı İsveçrədə danışıqlara başladılar. Və çox İranda olan bir çoxları da inandı ki, bu danışıqlar gedir, hər hansı bir zərbədən söhbət gedə bilməz. Sadəcə olaraq Trump bunları hədələyir ki, nəticə əldə eləsin danışıqlarda. Amma danışıqlar gedə-gedə həmən o zərbələr indirildi. Bu səfər də görürsünüz, yenə də danışıqlar və s. Çox güman ki, İran hərbiçilərini, İran bu məsələləri cavabdeh olan silahlı qüvvələrini yayındırmaq məqsədi daşıyır. Və bu baxımdan ha vaxt ola bilər, bu çox uzun müddət uzana bilməz. Ona görə ki, İranda baş verən bu ixtişatlarla bağlı bu uzun da davam edə bilməz. Bu bir. İkincisi də ki, İran rəhbərliyi bunlara qarşı tədbirlər görəcək axı. İnsan həyatlarının tələfatları var. Biz artıq müxtəlif videolar görürük ki, artıq ölənlərlə saylar, müxtəlif saylar səsləndirilir. Ola bilsin ki, bunlar həqiqət deyil, bu da bir təbliğat üsuludur və s. Bizim yadımızdadır, İraqa hücumdan əvvəl hətta BMT-nin Təhlükəsizlik Şurasında Amerikan dövlət katibi elan edirdi ki, buyurun, baxın, bu da İraqın kimyəvi silahıdır. Amma məlum oldu ki, kimyəvi silahlar artıq İraqda yoxdur. Yəni, bu baxımdan da bütün əldə gördüyünüz məlumatlar həqiqət kimi qəbul eləmək düzgündür. Amma mən hesab edirəm ki, bu çox çəkməyəcək. Yəqin ki, bu üzümüzə gələn 10 günün ərzində, bir həftə ərzində hansısa bu əməliyyatlar artıq həyata keçiriləcək. Murad bəy, təşəkkürümüzü bildirim. Minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz.